Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Xəbər verdiyimiz kimi, oktyabrın 18-də Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev fərman imzalayıb. Qeyd edək ki, Mehdiyev Azərbaycan Respublikasının Prezidentinin 23-10-2019 tarixli fərmanı ilə Təhlükəsizlik Şurasının tərkibinə daxil edilmişdi. Hazırda Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278-1 dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər, 274 dövlətə xəyanət və 193-1-3-2 cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri ilə ittiham olunur. Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvəroğlu barədə cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.